Çox təəssüflər olsun, bəzilərimiz seriallara baxırıq və bəzilərimiz filmlərə baxırıq. Lakin yəni, bu nəsihəti ilk növbədə özümə edirəm və sonra hər birinizə. Və bu göz, qardaşlar, hansı ki biz bu gözlərlə görürük, Allah Təbaraka və Teala'dan bizə verilən ən böyük nemətdir. Bu elə bir nemətdir ki, hər saniyə təkrarlanır. Hər saniyə. Yəni, hər saniyə nemət təkrarlanır. Yəni, bir saniyə bu nemətsiz qalmırsan. Ona görə də bu neməti mütləq və mütləq Allah Subhanahu və Teala'ya itaətdə istifadə etməliyik. Yəni, günahda yox, itaətdə istifadə etməliyik. Və dəqiq bil ki, bu göz nemətini o qədər günahda istifadə edərsən ki, axırda bu göz neməti səndə qalsa belə, artıq nemət yox, səndə bəla olacaq. Artıq nemət kimi yox, səndə bəla olaraq qalacaq. Bu birincisi. Və ikincisi, vallahi bu nemət haqqında Allah Təbaraka və Teala'nın qarşısında soruşulacaq. Bu nemət haqqında Allahın qarşısında soruşulacaq. Ona görə də yəni, otaqda və ya hər harda olanda, yəni hər hansı vaxt ki, yəni belə seriallara baxırsan və ya belə pis-pis filmlərə baxanda, yəni tək qalanda, bax bu məqamda xatırla ki, bir gündə Allahın qarşısında dayanıb cavab verəcəksən. O gözə görə və baxdığın şeyə görə. Gözə görə, yəni günaha istifadə etdiyin üçün və baxdığın şeyə görə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, مَا مِنْكُمْ أَحَدٌ إِلَّا سَيُكَلِّمُهُ رَبُّهُ لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ تُرْجَمَانِ. Sizdən elə bir kəs olmayacaq ki, Rəbbinlə danışmasın. Rəbbi onu danışdırmasın. Və arada heç bir tərcüməçi olmayacaq. فَيَنْظُرُ أَيْمَنَ مِنْهُ فَلَا يَرَ إِلَّا مَا قَدَّمَ مِنْ عَمَلِهِ. Və sağa deyir, baxacaq deyir, əməllərindən başqa heç nə görməyəcək. وَيَنْظُرُ أَشْأَمَ مِنْهُ فَلَا يَرَ إِلَّا مَا قَدَّمَ. Və sol tərəfə, yəni sola baxacaq deyir, əməllərindən başqa heç nə görməyəcək. وَيَنْظُرُ بَيْنَ يَدَيْهِ فَلَا يَرَ إِلَّا النَّارَ تِلْقَاءَ وَجْهِهِ. Və deyir, qabağa baxacaq deyir, üzünün önündə deyir, cəhənnəm odur, görəcək. Bu Peyğəmbər sallallahu aleyhi ve sellem hədisidir. Və bu hədisi dəqiq yadında saxla və bil ki, Allah Təbaraka və Teala'dan hər birimiz danışacağıq. Üçüncüsü, yadda saxla ki, Allah Təbaraka və Teala səninlədir. Səni görür və səni eşidir. Ondan heç nə gizli qalmır. Ona görə tək qalanda, bu çirkin filmlərə baxanda xatırla ki, Allah Subhanahu və Teala səni görür. Heç vaxt demə ki, təkəm. Heç vaxt. Yəni, belə bir vaxtın olmasın ki, deyəsən ki, mən bugün tək qaldım. Niyə? Çünki Allah Təbaraka və Teala səninlədir. Zikr olunur ki, sələflərdən biri, tələbələrindən birini digərlərindən fərqləndirirdi daima. Və o da niyə fərqləndirirdi? Bir gün hamısına bir quş verir. Deyir ki, gedin bunu heç kimin görmədiyi yerdə kəsin. O quşu, o heyvanı heç kimin görmədiyi yerdə kəsir və hamısı gedir. Biri bir küncdə və yəni heç kimin olmadığı yerdə, yəni hərəsi bir yer tapır, yəni bir yerdə heç kimin olmadığı yerdə tapıb kəsir. Və buna deyir ki, niyə kəsmədin? Yəni niyə kəsməmsən? Deyir ki, vallahi deyir, nə qədər yerə getdim deyir. Baxdım ki, elə bir yer tapmayacam ki, orada tək qalım. Yəni, Allah məni hər yerdə görür, ona görə kəsmədim, deyir. Aydındır? Ona görə, yəni, insan harda olursan o, tək qalanda demə ki, təkəm. Yəni, Allah Teala səni görür. Və dördüncüsü, kim ki bununla imtihan olunur, kim ki yəni, bu günahla imtihan olunur, və o qardaş bilsin ki, vaxt gedir, qardaşlar. Vaxt dayanmır. Ona görə daim xatırla ki, o pis-pis filmlərə, pis-pis yəni film və ya o yəni kinolara baxmaq, yəni o kinolara baxmaq vaxtı gələndə bir az səbr elə,
görəcəksən ki, o dəqiqələrin günahsız ötdü. Yəni o dəqiqələrin günahsız ötdü. Yox, əgər səbr etməyib, o kinoya, o filmə və ya hər hansı bir harama baxsan, o vaxtın həm asilik ilə ötəcək, həm də qəlbivə yara düşəcək və həyatın qaralacaq və elə ola bilər ki, hətta nemətlər bunun səbəbi ilə yəni bu səbr etmədiyi görə, yəni o günahı etdiyi görə nemətlər bunun səbəbi ilə gəlməsin sənə. Və bundan sonra axırıncı olaraq xatırla ki, bu hansı ki bizə verib Allah Təbaraka və Teala bu gözlər sənə şahidlik edəcək. Bu gözlər bizə şahidlik edəcək, sən istəməsən, yəni biz istəməsək belə. Ona görə yəni hamımız Allahdan qorxmalıyıq və Allah Təbaraka və Teala istəyirəm ki, yəni bizi yəni göz neməti ilə nasil olanlardan etməsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.